Ev şəraitində sushi belə hazırlanır adlı vlogumla qarşınızdayım. Əvvəlcə düyünü yuyub suyunu süzürük və prosesi 2-3 dəfə təkrar etdikdən sonra aparatda bişməyə qoyuruq. Düyü bişdikdən sonra üstünə sirkə də qatıb qarışdırırıq, soymasını gözləyirik. Əgər evdə bu aparatdan yoxdursa, düyünü necə hazırlamaq lazım olduğunu videonun aşağı hissəsində qeyd edəcəm. Balığı, xiyar və sushi üçün lazım olan digər bütün məhsulları hazır edirik. Daha sonra norini götürüb üstünə düyünü yaydıqdan sonra lazım olanları əlavə edib bükürük. Hazırladığım Philadelphia roldur. Hər bir rolun tərkibi və hazırlanma qaydası müxtəlifdir. Çəkilişdə və təchizatda göstərdiyi dəstəyə görə Sushi Yonca kollektivinə təşəkkürlərimi bildirirəm. Sushi şefi ilə birlikdə 3 sushi rol hazırladıq. Bütün hamısının hazırlanma qaydasını tam şəkildə qeyd edəcəm ki, məlumatınız olsun. Sonda hazırlanan rolda fritürdən istifadə etmişdik. Fritür əvəzi evdə tavadan da istifadə edə bilərsiniz. Videonu save etməyi və paylaşmağı unutmayın. Hazır olduqdan sonra qalır sushiləri yemək. Sushinin yeyilmə qaydaları müxtəlifdir. Əsas sushi olsun, necə istəyirsən zövqünə görə də elə də ye. Mən çubuqla rahat yeyə bilmədiyimdən əlimlə yediyim, hazırlayacaq və yeyəcək olanlara əvvəlcədən nuş olsun. Əgər siz də sushini evdə hazırlamağa çətinlik çəkirsinizsə, Sushi Yonca'dan sifariş verə bilərsiniz.